izləyicilər, Dəmir Yumruq Alfa Cəmiyyətinin kollektivi hər kəs bilir ki, şəhid ailələrinin, qazilərin yanında olan bir qrupdur. Bununla bərabər biz arxa cəbhənin qəhrəmanları ilə maraqlanırıq və hansı cəmiyyətdə yaxşı biraz iş görən varsa, biz onları çağırırıq, görüşlər keçiririk və onları Dəmir Yumruq simvolunu təqdim edirik. Çünki bizə əsl işləyənlər lazımdır, vətənsevənlər lazımdır. Dövlətimizin təbliğatını gözəl edənlər lazımdır. Çünki güc birlikdədir. 44 günlük vətən müharibəsində biz bir dəmir yumruq olduq. Bu birliyimizi qorumaq üçün də biz bir yola çıxdıq. Dəmir Yumruq Alfa A Cəmiyyətinin kollektivi olaraq. Dəmir Yumruq Alfa A Cəmiyyətinin fəxri üzvü iş adamı Ömər bəyin adından bax bu simvolu o hazırlayır. Bütün vətənsevənlərə, dövlətini sevənlərə, şəhid ailələrinə, qazilərə təqdim edirik. Onlardan biri də bizim qardaşımızdır, bir ictimai birlikdə fəaliyyət göstərir, illərdir, tanıyıram, bilirəm. Mən ancaq istəyərdim ki, öz-özünə təqdim edəsin. Çox sağ olun Ülviyə xanım, Allah köməyiniz olsun. Dəmir Yumruq Alfa Cəmiyyətinin adından mən də sizi salamlayıram və təbrik edirəm. Mən özüm Sumqayıt Demokratik Cəmiyyətin İnkişafını Yardım İctimai Birliyi, Sumqayıt şəhər təşkilatının sədriyəm və bu yolda dövlətimizə xidmət elədiyim üçün, xalqımıza xidmət elədiyim üçün böyük qürur duyuram, fəxr edirəm və son nəfəsimə qədər də bu yolu davam edəcəm inşallah. Sizə də minnətdaram ki, necə deyərlər, Dəmir Yumruq Alfa A Cəmiyyətinin bir rəhbər işçisi olaraq Ülviyə xanım, sizi mən dəyərləndirirsiniz, var olasınız. Düz deyirlər, xalqın gözü tərəzidir, dövlətimizin gözü tərəzidir. Allah sizi qorusun, var olasınız. Allah köməyiniz olsun, minnətdaram sizdən. Bəli, biz birlikdə güclüyük. Bəli. Allah Azərbaycanımızı qorusun, Allah xalqımızı qorusun, Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin, şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Qazilərimizə Allah uzun ömür, can sağlığı versin, şəfa versin. Allah heç bir zaman Azərbaycanımıza, xalqımıza bir daha müharibə qismət eləməsin. Sülh və əmin-amanlıq olsun inşallah. Allah Azərbaycanımızın bayrağını hər zaman uca zirvələrdə dalğalandırsın. Dediyim kimi, mən də son nəfəsimə qədər xalqımıza xidmət eləməyə hazıram, dövlətimizin qulluğundayam. Var olasınız. Allah sizlərdən də razı olsun. Ülviyə xanım, çox sağ olun ki, məni belə dəyərləndirirsiniz. Mənə bildirə verirlər, istəyim ruhun şəhidliyi olsun. Var olasınız. Çox sağ olun.